Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bir çoxları soruşur, ruqyalı su necə hazırlanır? Hansı ayətlər oxunur? Canlı oxumaq mütləqdirmi? Telefondan qoyub səsini ora ötürsək sayılırmı? Və sairə bu kimi suallar çox verilir. Əziz izləyicilər, ruqyalı suyu hazırlamaq çox asandır. İstənilən bir həcmdə, istənilən bir qabda su götürür və ora ruqya ayətləri oxuyursunuz. Oxuduqda birbaşa suyun içinə girməyə ehtiyac yox və çox uzaqdan da oxumaq doğru sayılmır. Normal nəfəsiniz, səsiniz çatacaq bir məsafədən oxuyursunuz. Məsələn, Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. Və bu qaydada Quran-ı Kərimdən istənilən ayətlər oxuya bilərsiniz. Təbii ki, bir çox insanlar Quran-ı Kərimdən bir neçə məşhur surə və ayələri əzbər bilir. Onlardan Əl-Fatihə surəsidir, həmçinin Ayət Kürsidir, Bəqərə surəsinin 255-ci ayəsidir, Ayət Kürsi olaraq tanınır. Həmçinin son qoruyucu 3 surələrdir ki, İxlas, Fələq və Nəs surələri. Bir çox insanlar bunları əzbər bilir. Yaxşı, birdən kimsə yalnız Fatihə surəsini bilir. Bu ona kifayətdirmi? Bəli, kifayətdir. Yəni, tək Fatihə surəsini suya oxumaqla siz artıq suyu ruqyalı edəcəksiniz. Yaxşı olar ki, çox oxuyasınız. 1 dəfə, 3 dəfə, 7 dəfə, daha çox və ya daha az. Burada bir məhdudiyyət və yaxud tələb olunan bir say yoxdur. Və bu suyu oxuduqdan sonra içmək və yaxud bu suyla yaxalanmaq və yaxud bu suyu göz dəyilən bir əşyanın üzərinə də səpmək olar. Məsələn, düşünürsünüz ki, sizin qol saatınıza, avtomobilinizə və yaxud evinizdə hər hansı bir əşyaya göz dəyibdir və həmin ruqyalı suyu o əşyanın üzərinə səpərək Allahdan özünüzə şəfa və həmçinin əgər bir əşyadırsa, cansız bir əşyadırsa, ondan da gözdəymənin təsirini getməyini diləyə bilərsiniz. Burada çox önəmli bir məqama toxunmaq istəyirəm, əziz izləyicilər. O da nədir? Etdiyimiz bu prosedurlar, ruqyalı su olsun, zeytun yağı olsun, sidr tozu çox soruşulur, bu haqda ayrıca video çəkəcəm. Bunlar hansı səbəblərdir ki, biz onlara baş vururuq? Necə ki, ruqya da bir səbəbdir. Lakin bu səbəblərin içində ən önəmlisi, ən üstünü ruqyanın özüdür. Yəni, bəzi insanlar sual verir ki, sidr tozu ilə necə çinmək lazımdır? Ruqyalı suyu nə etmək lazımdır? Zeytun yağını necə istifadə etmək lazımdır? Soruşursan ki, ruqya olunursan? Deyir, yox. Yaxşı, ruqya dinləyirsən? Deyir, yox. Bu doğru deyil. Bu doğru deyil. İlk olaraq ruqyaya baş tutmaq, əgər bacarırsınızsa, bacarmaq dedikdə burada Quran-ı Kərimi tələffüz etməkdən söhbət gedir. Yəni, Quran-ı Kərimi doğru dürüst oxuya bilirsinizsə, özünüzə ruqya edin. Əgər bunu edə bilmirsinizsə, bir ruqyaçı mütəxəssisə müraciət edin və yaxud əgər o da alınmırsa, ən azından heç olmasa YouTube və digər sosial platformalarda, media playerlərdə hazır səs yazmalar mövcuddur. Ruqya ayətləri var, şəfa ayətləri var, cadu əleyhinə, gözdəymə əleyhinə və s. mövzular üzrə ayətlər seçilmiş və toplanmışdır. Onların səs yazıları mövcuddur. Bu arada mənim YouTube kanalımda bunlar hamısı yüklənmişdir və yüklənməkdə davam edir. Ruqya TZ banner artıq aşağıda çıxdı. Ruqya TZ yazaraq YouTube'da kanalımı tapa bilərsiniz və abunə olun, oradan ruqyaları dinləyin. Mövzumuza qayıdaq. Bu məsələlər, yəni sudur, zeytun yağıdır, sidr tozudur, utindir, timin yağı və s. Bunlar hamısı səbəblərdən bir səbəblərdir. Lakin bunların başının hamısında ən yüksək səbəb, ən təsirli səbəb ruqyadır ki, ilk olaraq ruqyaya müraciət etmək lazımdır. Ruqya nədir? Ruqyacı kimdir? Bu haqda artıq kanalımda video paylaşmışam, ətraflı izah etmişəm. Şəklini bu saat ekranda görürsünüz. O video çarxa müraciət edin. Orada ruqya haqqında və ruqyaçı kimdir, nə iş görür, bir çox insanlar müraciət edir, neçəyə baxırsan, neçəyə batil edirsən, neçəyə cin çıxardırsan və s. Bu suallar verirlər. O suallara mən ətraflı o video çarxlarda
izah vermişəm. Növbəti video saxta görüşmək ümidi ilə. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.